Sizcə Nürburgringdə ən sürətli avtomobil hansıdır? Mercedes AMG One. Gəlin baxaq, bu maşın niyə belə sürətlidir? Kapotun altında 1,6 litrlik 6 silindrli mühərrik dayanır. Bəli, 1,6 litrlik. Amma Hamilton'ın Formula 1 mühərriyinin seriya versiyasıdır. Üstəlik 4 dənə elektromotor və bu tandem birlikdə 1063 at gücü hasil edir, hansı ki maşını 0-dan 100-ə 2,9 saniyə sürətləndirir və maksimal sürət 352 km/saat təşkil edir. Texnologiyalardan aktiv aerodinamika, elektrikli turbin, 8 pilləli robotlaşdırılmış sürət qutusu və DRS. DRS bilirsiniz nədir? Bu avtomobili istehsal etməkdə Mercedesin fikri rekord qırmaq deyildi. Onlar sübut etdilər ki, Formula 1 texnologiyası adi küçələrdə də yaşaya bilər və nəticə Nürburgringdə 6 dəqiqə 29 saniyə. Bu o deməkdir ki, seriya avtomobillərindən hələ heç biri daha sürətli olmayıb.